Yeni bir gündən hər kəsə salamlar. Necəsiz xanımlar? İnşallah ki, yaxşı olarsınız. Çox şükür, mən də yaxşıyam. Artıq yaz gəlibdir, özünü göstərir, havalar gözəl keçir. Bu demək ki, hava yaxşıdırsa, bizim də keyfimiz yaxşıdır. Dedim buraları təmizləyim. Qutaran kimi də saat elə 9 işləyib. Bugün mənim diş həkiminə getməliyim. Saat 13 üçün çağırıb. Böyle dedim getməmişdən də bir dənə qışıq mərci asım, gələndə də limon alaram. Uşaqlar xoş duyur, həm də ki orucumuzu açanda biz də yanında bir kasa içərik. Yoldaşım xoş duyur, sol yemək olanda arada bir pişirirəm. 2 dəfə o yeyir, biz bir dəfə yeyirik, bir dəfə uşaqlar məcbur edirəm, onlar yeyir. Uşaqlar xoşlamırlar. Digər şorbaları, qarışıq şorbalar var, Dədə babadan pişirdiyimiz. Bunları xoşlamırlar, məcbur edirəm. Bir dəfə onlar yeyirlər. Sonra 2 dəfə də yoldaşım yeyir. Qutarır, elə çox hazırlamıram. Dedim yenə qazı silim. Bir dənə şorba hazırlayayım. Qızlar, mənim bu dəmirləri neçə ildə işlədirəm? O birisi kuxnadan işlədirəm bir. Bu qazı haradasa 7-8 ildir bəlkə də işlədirəm. İzlər düşür. Çox vaxtda getmir izləri. Amma belə sildim, baxıram ki gedir. Orucluyam deyə yağ cüzdü də sıxa bilmirəm. Bilirsiniz də normalda o adama çox pis təsir edir. Uçqala oruclu olub. Yağ cüzdü sıxasan. Bunu mən də istifadə edəndə bunları isidib elə sıxıram, buxarlanır yağ çözücü, adamı boğur əməli başdı. Ona görə elə dedim əlimdə belə biraz sürtüm təmizləyim. Belə də getdi, düzdür. Prosto baş qoşmurmuşam. Amma eləsi var, qanına hopufdur. Yəni belə kir də deyil. Əlində buranda görürsən ki, heç bir qabarıqlığı yoxdur. Amma iz kimi qalıb üstündə nəsə. Əsas da bunda qalıb. Çox yəqin ki, bu dəmirin üstündən nəsə dəmir mi qopub düşüb üstünə əriyib orada. Yoxsa nə başa açmıram. Bir də nə bu balaca gözdə qara izlər var. Baxın, təmizlədim, 1-2 dənə qaldı. Nəysə, gətirim bunun üstündə bir dəfə salfetka ilə silim, yoxsa təmizlənmir. Yəni təmiz olmur. İz qalır. Sonra da gətirim mərcini qoyum dediyim kimi. Əvvəllər bilirsiniz də alırdıq bu bezlərin başqa bəzəklilərini. Nəyin fərqinə vardım? Əvvəllər aldığımız, bunlar indi 1 manatlıq yerlərdə də var. Düzdür, mən 1 manatlıq yerdən almamışdım, Tayqadan almışdım. Amma fikir verirəm, o birisiləri paltar sabunu ilə yuyəndə gözəl ağarırdı. Amma bunlar elə deyil. Neyəsə yuyəndə də çirkli görünür, görünmür. Atdım o birisini. Foçqala mən 2 ay işlədirdim, yuyub davamlı. Baxıram ki, yox, bu ondan deyil. Vardı o butayını atdım, bunu götürdüm. Çaydanım da ləkələnib, biraz isinsin, yağ çözücü buna sıxım bir azca. Özüm çıxım otaqdan, sonra qayıdıb bunu təmizləyərəm. Bir də keçim mərcinin hazırlanmasına. Qaz doldurmağa getməliydim. Gəldim Binəqədiyə. Dedim buralara baxaram. O da ki axtardığımı tapa bilmədim. Bu vaxt geyinmək üçün dəst paltar istəyirdim. Amma ki hər tərəfdə qolaçıqlar çıxıb. Elə bir paltar yoxdur. İçindən soruşsan ancaq qolaçıqları göstərirlər. Burada baxdım. Hamısı yarım qollarda. Bir getdiyim Sentralnidəki paltar mağazalarına baxmağa. Qızlar, məndə belə bir pis xasiyyət var. Bu xasiyyəti heç xoşlamıram. Deməli, mən tək olanda
özümə paltar ala bilmirəm. Nə qədər baxsam da, bəyənsəm də qərar verib götürə bilmirəm ki, bu mənə yaraşdımı, yaraşmadımı, rəngimə düşdümü, düşmədimi. Nəsə belə bir pis xasiyyətim var. Gərək kiminsə onayını alım, yəni kiməsə şəkil atım ki, bu mu yaxşıdır, bu mu yaxşıdır. Nəsə bu xasiyyətimdən heç xoşum gəlmir. Burada da girdim, ev üçün dəst axtarırdım. Hal-hazırda geyinmək üçün qollu dəst. Baxıram ki, bütün mağazalar ancaq qolaçıqları gətirib. Əslində belə bir şey axtarırdım, amma ki, onun da görünüşü, duruşu xoşuma gəlmədi. Nəsə çox qapqara idi başdan ayağa. Burada da hamısı gördüyünüz kimi uje yay paltarları gəlib. Deyəsən, biraz gecikmişəm. Belə bir şeylər var idi. Bunlardakı qırağa bacıya geyinmək üçün dəstləri idi. Yəni belə evdə bu rahat olmaz. Biraz plaşavoy materialı var idi sanki. Bir dediyim kimi dəst axtarırdım. Bir dənə də bu vaxtlarda geyinmək üçün saruşka deyil də adi keçmişdə geyindiyimiz, belə deyim də, koftalar var, onlardan, yəni ütülənməyən yumşaq material koftalardan axtarırdım. Amma ki, çox gəzdim. Binəqədi Sentralniyə də getdim, gəzdim. Sonra Binəqədidə neçə dənə mağaza var. İnansız bir hamısını bütövlükdə gəzdim. Sizlərə də çəkmişəm. Bu arada bura Diva mağazasıdır. Hə, Binəqədidə yerləşən Tort ləvazimatlarının yanındakı Diva mağazasıdır. Burada da qəşəng geyimlər olur. Amma ki, bu vaxt geyinmək üçün olan sırf saruşkalardır. Məndə də evdə 2-3 dənə saruşka var. Bir üşüyən biri olaraq saruşka geyinməyi heç sevmirəm. Çünki üşüyürəm də. Bu vaxt baxıram qızlar saruşka geyinib, məsəl üçün qollarını çirməliyiblər. Üstündən də nazik bir jilet geyinib. Mən kutqanı geyinib çıxıram, əlimi də qoyuram cibinə. Bilmirəm qanazdığındandır, yoxsa nədəndir. Məndə belə üşümə var. Təsəvvürünüzə gətirin, əlimi qoyuram kombin pətəyinin üstünə, əlim sinir, oradan ayaqlarım donur. Nəsə belə bir anormallığım var mənim. Burada da qəşəng saruşkalar var idi, amma dediyim kimi mənim saruşka almaq fikrim yox idi. Bu da qızlar belə orta saruşkalar 25 manat, 27 manat, biraz belə gözə xoş gələnlər isə 30 manatdan yuxarı idi. Ümumi qiymət belə idi burada da. Biraz baxdım. Düz yerək satıcılardan soruşmadım. Deyəsən o qalın malları ya depoya yığıblar, ya da ki ucuz qiymətə satıblar. Bilirsiniz də endirim olur, satılır. Nəysə, biraz baxdım, çıxdım buradan, getdim Brent House-a. Orada da biraz baxdım. Burada da qəşəng saruşkalar var. Çəkdim ki, yəni kim geyinə bilirsə saruşkalara baxıb ala bilərlər. Belə ətəklər var idi. Heç ətək geyinməyi sevmirəm. Yayda da ətək geyinəndə elə bil istilənirəm, bilmirəm niyəsə belə bir özümdən asılı olmayan xasiyyətlərim var. 35 manata gördüyünüz bu vetrovkalar var idi. Burada gəlmişəm Brent House-a. Belə tək-tək geyimlər var idi. Bunlardakı qiymətləri eləsi var idi. 25 manat idi. Eləsi var idi. Biraz daha yüksək idi. Amma ki, belə materiallar xoşuma gəlmədi. Bir də burada qızlar qalın mallara və yuxarıda gördüklərinizə, yoxsa o digər tərəf idimi, 50% endirim qoymuşdular. Məsəl üçün 27 manatdırsa onun yarısını verirdiniz. Həmçinin bu gördüyünüz kutkalar da hamısı endirimdə idi. Bir sözlə qış malları endirimdə idi. Bunlarda endirim yoxdur, amma digərlərində endirim var idi. Bunlara baxdım, tapa bilmədim. Sonra getdim Extra Brand'ə baxdım. Bilmirəm orada çəkiliş elədim. Orada elədim, hə, sizə o diskoteka topu olan donları çəkmişəm. Görəsən onları alıb geyinən varmı? Bir də onların ayaqqabı, sumka mağazalarına enmişdim Badvalda. Baxın, burada 50 qəpiyə özdə 50% endirim var hamısına. Amma seçilmiş mallardır da, gərək belə biraz vaxt xərcləyəsən burada, nəsə tapıb geyinəsən. Hə, onu deyirdim. Badvalda sumka
çanta mağazası, çanta bir də ayaqqabı mağazası açıblar. Oraya getdim. Oranı da prosto çəkdim də. Çəkdim sizlər üçün ki, görəsiz. Yəni belə elə bil Sədərəkdə satılmayan nə var idisə, gətirib o mağazaya doldurmuşdular. Yəni adamın bir dənə mi xoşuna gəlməz. Baxsız ki, belə hamısı köhnə mallardır. Bunlar da qızlar yenə 50% endirimdə olanlardır. Boğazlı malları idi. Bu göstərdiklərim də Brandhausen yeni sezon malları idi. Yenə bardovlar və zərrələr öz sözünü deyir. Bu şalvarın qəşəng rəngi var idi. Yaz üçün belə qəşəng idi. Bir də ki, gördüyünüz kimi yenə zərlilərdir, bardova rənglilərdir. Yenə bunlar bu sezonda da öz sözlərini deyəcəklər. Endim birinci mərtəbəyə. Burada da əslində çəkiliş eləyəsi deyildim, amma bunları gördüm, ürəyim getdi. Bilmirəm siz də eləsizmi? Balaca uşaq paltarları, şirin uşaq paltarları görəndə özümü saxlaya bilmirəm. Alası olmasam da durub bir baxıram, nə bilim incəliyirəm. Bunların gözəlliyinə baxın. Cürbəcür koftalar, elə bil ki, böyük üçün tikilib, amma balaca formalardır. Cürbəcür koftalar. Bunlar da hər dəfə axtaranda tapmaq olun. Məsəl üçün, mən belə görürsünüz, gəlirəm, belə görürəm. Sonra gedirəm uşaqlara almaq üçün, qardaşım uşaqlarına. Baxıram ki, yoxdur. Ya ad günlərinə gedəndə hədiyyə almaq üçün baxıram ki, yoxdur. Hələ bu vetrovkalara baxın. Bunlar üçün lap ürəyim getdi. Bunun gözəlliyinə baxın, nə gözəldir. Belələri də var idi. Böyüklər üçün olanın balacaları. İstədim bunları da çəkim. Bu dəstlərə baxın hələ qızlar. Çox gözəl idilər. Qiymətləri də elə uçuq qiymətləri yoxdur. Standart qiymətlərdir. 30-35 belə bu aralıqda. Bu köynəklərə baxın. Məsəl üçün, baxın, bunun qiyməti 21 manatdır. Çox gözəldir. İkili idi bu da. Burada da yenə başqa bir sarışqa var balaca uşaqlar üçün. Çəkdim ki, çox yəqin ki, balaca uşaqları olan bacılarım da izləyər. Baxsın, onlara da fikir olsun. Bu arada bura Sentralni'də yerləşir, Binəqədi mərkəzdə. Burada da rəngarəng qəşəng paltarlar var idi. Bir dəfə bu mağazaya gəlmək istədim. Baxdım ki, bağlıdır. Deyəsən remont gedirdi. Baxıram mağazanın səmtini mi dəyişdiriblər, arxasında əlavə yer var idi. Oranı mı kəsib götürüblər. Nəsə mağazada biraz dəyişiklik olubdu. Burada da yenə yay geyimləri çıxmışdı. Amma bu vaxtlar mən üşüdüyümə görə yay geyimləri ala bilmirəm. Onları yəni geyinib yoxlaya bilmirəm. Baxmıram. Sonra yayda da belə gözəl paltarlar tapa bilmirəm. Çünki yaxşılar alınmış olur. Geriyə də bir şey ancaq axırı-xuru qalmış olur da bir şey qalmış olmur. Ona görə həmişə hansı sezonda ki çıxıram o sezonun paltarını alam. Ürəyimcə bir şey tapmıram. Burada da yenə zərlilər var idi. Yenə dəstlərə baxdım. Burada da dəstlərin qiyməti 35 manat idi deyəsən. Bunlara baxdım, yenə ürəyimə yatan olmadı. Xoşuma gələnlər də ki, üstü çox qısa idi. Bir də qızlar, bu da rəngi tam düşməyib. Bardovu belə bir vetrovka var idi. Çox gözəl idi rəngi. Bu da düşməyib rəngi tam. Qiymətini də göstərməyə çalışmışam. Baxın, aha 54 manat. Baxın, indi rəngi bilindi. Necə gözəl rəngi var. Çox xoşuma gəldi. Bardov jiletlər, jaketlər. Arxasında dəsti bunun şalvarı da var idi. Belə iş yerində zadda rəsmi bir yerdə geyinmək üçün çox qəşəng idi. Sonra belə hörmə, hətta hörmələr də var idi. Jiletlər var idi. Belə yarım qollar var idi, bardovlar. Qəşəng şeylər var idi. Amma yay üçün baxmırdım mən. Yaz üçün baxırdım deyə onlara çox elə fikir vermədim. Belə dəstlər var idi. Xoşuma gələnlər də dediyim kimi hamısı qısa idi. Yəni üstü qısa idi. Bilirsiniz də indi qızlar qısa geyinir. O formada idi. Buradan da istədiyimi tapa bilmədim. Belə bir cins yubka var idi. Qəşəng idi bu da. Xoşuma gəldi. Amma maalesef ki mən yubka geyinə bilmirəm. Keçdim ekstra birində. Düzü yerək buradan mən heç vaxtı belə ürəyimcə bir paltar seçib ala bilməmişəm. Amma yay paltarları var idi. Mən istədiyimi yenə buradan tapa bilmədim. Dediyim kimi yay paltarlarını hələ ki yoxlayacaq o cəsarətim yoxdur. Qış paltarlarını da belə demək olar ki elə bir şey qalmamışdı. Qızlar, bu arada
səsim biraz fərqli çıxır. Dişlərimi düzəltdirirəm deyədir o da. Onun da qüsuruna baxmayın. Elə özümə də belə qəribə gəlir səs tonum. Biraz dəyişib sanki. Burada da geyinilməyəcək paltarlar var idi. Baxırsınız ki, yəni belə satılmayacaq şeylər var. Amma doludur vitrinlər. Qəşəng qırmızı diskoteka topu kimi donlar var idi. Sonra məsəl üçün bu dona baxdım. Qiyməti 10 manat idi. Göy don var idi. Tigrovu dəstlər var belə. Tigrovu sevənlər üçün bunu da addelini çəkdim ki, baxsınlar ki, belə bir şeylər var burada. Gəldim sizə dediyim o çanta ayaqqabı mağazasına. Baxın qızlar, siz də yəqin ki, mənimlə eyni fikirdə olarsınız. Məsəl üçün neçə illər idi mən belə çantalar görmürdüm. Bəlkə də girib almıram deyə görmürdüm. Əvvəllər neçə illər bundan qabaq gördüyümüz çantalar idi. Standart qiymət idi deyəsən. 1-2-3 dənəsinin qiymətinə baxdım. Hələ bu ayaqqabıya baxın. Bir 10-15 il bundan öncəki gəlin ayaqqabıları, bəlkə də 20 il. Yəni belə sanki harda satılmayan mı deyim, ya necə deyim, mallar var, gətirib bura yığıblar. Fikir verin. Modda olmayan rənglər, modda olmayan çantalar. Nə bilim belə. Bu biraz qara standartdır deyə. Bu biraz gedər. Düşdüm, maraqlı gəldi. Dedim bura görüm necədir bir. Baxdım ki, əvvəllər deyəsən bura açıq deyildi. Ya da var idi, mənim xəbərim yox idi. Düşdüm, baxdım, mal çoxdur, amma ki, mənim zövqümcə yox idi. Biraz sizlərə də çəkdim, maraqlı gəldi. Neçə vaxt idi, sanki zamanda biraz bir 10 il geri getmişəm. Elə bir his yaratdı mağaza məndə. Çəkdim sizlər üçün də. Dedim paylaşım. Krasovkalar var idi. Nə bilim, cürbəcür ayaqqabılar var idi. Biraz baxdım, çıxdım. Hətta elə ayaqqabılar var idi ki, dəriləri soyulmuşdu. Keçən səfər bunların TikTok səhifələrində görürəm, onları 1 manata qoymuşdular deyəsən. Müəllim deyirdi, gəlin yığın aparın 1 manata. Sonra bəziləri var idi, dedi 5 manat. Sonra dedi, yox, 5 manat nədir? 3 manata gəlin yığın aparın. Nəsə belə bir ən baş qiyməti 15 manat idi. Ən aşağı qiymət də 1 manat idi. Sonra kaşloklar var idi cürbəcür. Belə bir çanta gördüm. Bunun qiymətinə baxdım. Bu da deyəsən elə yenə standart 15 manat idi hamısı. Yəni içərisindən seçib almaq olar əslində gündəlik götürmək üçün. Amma ki, biraz gərək zaman itirəsən, zövqüncə olanı tapasan, alasan. Baxın, elə hansının etiketinə baxdım, demək olar ki, 15 manat idi. Nəysə qızlar, ilk dəfə idi girirdim, çox yəqin ki, bir də baxın, bu aşağıda dediyim ayaqqabılar idi. 1 manata qoyduqları, 3 manata qoyduqları. Fikir verin, eləsi var, hətta dərisi soyulub. Yəni belə çoxdandan qalma bir şeylər idi. Nəysə, çıxaq buradan. Gedək evimizə. Axtardığım heç nəyi tapmadım. Burada da biraz kənardan sizə göstərdim. Buralardaydım. Oruçda olanda da adam çox gəzə bilmir. Həm də ki, yanında adamın bir yaxşı yoldaşı olanda daha yaxşı gəzir. Nəinki tək olanda. Mən də bir saat gəzdim. Keçdim evə. Hər gün nəsə alınsa da evə, yenə də evdə nəsə əyciklər olur. Yenə nəsə çatışmamazlıqlar olur. Yoldaşım bir dənə mayonez, ketçup götürüb, yəni mən yazmışam, öz yanından götürməyib. Evdə qutaranları yazdım, aldı, gətirdi. Bir dənə paraşok götürüb, biraz belə sosiska götürüb, diş pastası götürüb, sonra Holland pendiri götürübdü. Bir də biraz meyvə götürmüşdü. Bu qədər şeyə 21 manat 29 qəpik vermişdi. Allah hər kəsə alım gücü versin. Gülüm də solub, gözüm gördü. Dedim, bunu görmüşkən bunu da atım elə. Qızlar, o gün tort ləvazimatlarına gedəndə bilmirəm bunu qoymuşdum mu? Belə yenə muncuq götürdüm. 2 manat 20 qəpiklik. Yenə çəki ilə götürdüm. Dediyim kimi çəki ilə götürəndə
Məsəl üçün 3 korobka düşür. Belə dənə ilə, korobka ilə balaca plastik korobkalarda götürəndə 2 manata 2 dənə alırsansa, belə götürəndə bunlardan hardasa 3 dənə, 3 yarım çıxır. Qiyməti də kilosu daha doğrusu 40 manatdır. 2 dəfə idi gördüm fındıq rəngini çıxardıblar. Deyəsən qəhvəyinin tünd tonudur. Ondan götürdüm. Bir də belə cavalı tünd göy rəng götürdüm. Evdə qutardıqca bunlardan da götürürəm. Bugün yenə mənim şəkmi günümdür. Demək olar ki, gün aşırı buralardayıq. Saat 12'ye çalmışdı. 12'ye 3 dəqiqə qalıb. Elə bildim çatmayacaq. Gəldim, çatdım şükür. Yine probka var niyəsə. Biraz geç gəldi avtobuslar. Çıxdım həkimdən yenə azadlığa piyada düşürdüm. Baxdım ki, belə bir binaların arasında mağaza var. Maraqlı gəldi, bura girdim. Qiymətlər də münasib idi. Bəzi qiymətlərini bildiyim mallara baxdım. Baxdım ki, qiymətlər münasibdir. Biraz da sizlər üçün çəkdim. Bu arada qızlar getdim. Dişlərimin yondu. Ölçü götürdü. Üzərinə qapaq qoyulacaq. Arxa dişlərdir. 4 dənə dişə qapaq qoyulur. Daha doğrusu 2 dənəsi yoxdur çəkdirdiyim. Bir də yayda birini çəkdirmişdim. Onlar boşdur. Öndən, arxadan, hərəsindən bir dənəsinin üzərinə qapaq qoyulur. Beləliklə 4 dənə dişə qapaq qoyulur. İnşallah gələn həftənin ikinci günü yenə bayram günü gedəcəm ora. O da hələ saatı məlum deyil. Gedən günüsü yazışıb elə gedəcəm saatına. Yəqin ki, onun da məlum olmamağının səbəbi ondandır ki, texnik qapaqları hazır eləyər, elə gedərəm. Yəqin ki, ondan danışıb məni elə çağırar. Bu da qızlar həm kosmetik mağaza idi, hər şey var idi bu sözdən. Qarışıq bir şey. Həm gördüyünüz kimi tualet kağızları var idi. Sonra belə bir şey var idi. Düz gərək bilmədim bu nədir. Maraqlı gəldi, elə prosto götürdüm, baxdım. Qab yumək üçün, paltar yumək üçün vasitələr var idi, şotkular var idi, belə qəşəng, tək-tək satılırdı. Sonra bu təmizləyici nəm salfetkalardan var idi. Silip var idi. Qiyməti də baxın 5 manat, neçə qəpik tam görünmür. 5 manat 50 qəpik idi, böyüyü. Sonra başqa markalarınki var idi. Belə bir var idi. Bu da köpüklü idi. Deyəsən sildikcə köpürürmü, nəmi? 7 manat nə qədər idi? O da qəpiyi var idi yenə kənarında. Belə bir mağaza idi. İlk dəfə gördüm. Mənə də maraqlı gəldi. Əslində daraqlara baxırdım. Oradan keçəndə daraqlar gördüm. Bir dənə inciyə daraq götürdüm. Bilmirəm onu çəkdimmi o daraqları. Belə pipetkalar var idi. Bunların da paçkaları 1 manata idi. Nə bilim, bir sözlə axtardığınız hər şey var idi. 1001 xırdavat deyilən mağazalar kimi bir yer idi. Uşaqlar üçün hətta önlüyə qədər var idi. Adam nə axtarsa tapar belə bir yerdə. Mən xoşlayıram qızlar. Bir yerə getdimmi, oradakı mağazalara baxmağı. Məsəl üçün poliklinikaya gedirəm, həmişə eyni yoldan getmirəm. Başqa yollarla, başqa binaların arasından keçirəm. Xoşlayıram belə ətraf mühiti kəşf eləməyi. Belə kosmetikalar var idi. Qiymətləri də 6, 7, 5 manat belə bu aralıqda dəyişirdi, üzü yuxarı. Cürbəcür yenə rəngbərəng var idi. Sonra birdən yadıma düşdü ki, almaq istədim. Yadıma düşdü ki, yox, məndə var. Baxın, bu daraqlara baxdım. Baxım, çəkmişəm, hansını aldım. Sadə bir dənə qara daraq aldım. Hə, budur, bax. Görünən sağdan ikinci darağı götürdüm qara rəng inci üçün. İnansız gedib ərinirəm onu incinin otağında çəkməyə. Gəldim azadlığa. Qızlar fikir verin, xonça üçün cürbəcür nabatlar, şirniyyatlar var. Amma belə açıq qoyulmağı nə dərəcədə düzgündür bilmirəm. İndi başqa şeylər, məsəl üçün xurmadır, nə bilim meyvələrdir. Onları yuyub istifadə eləmək olar. Amma o şirniyyatları rəngarəng gördünüz də, onları necə belə açıq, yəni alıb istifadə etmək nə dərəcədə düzgündür bilmədim.
Yəni onları yemək də olmur. Yenə qızlar özümü verdim mağazaya. Nə üçün deyəcəksiniz? Yenə alt üst dəstə bu vaxtlarda geyinmək üçün dəstə baxırdım. Olanlar da bu gördüyünüz kimi Tigrovludur. Amma mən Tigrovu sevmirəm deyə onlara heç baxmadım. Soruşdum ki, sadəsi varmı? Hətta dedi var. İnanmazsınız. Bir dənə sadəsini tapdım. Neysə ki, sizin üçün də belə qısa bir çəkiliş elədim. Salam. Ağzımı yenə iynələdilər. Danışa bilmirdim. Danışanda da yenə ağzımın bir tərəfi, dodağımın bir tərəfini özüm idarə eləyə bilmirəm. Getməyə hazırlaşırdım. Yadıma düşdü ki, kartda pul azdı. Karta pul vurum. Elə gedək. Çünki bugünlük məndən bu qədər olsun qızlar. İnşallah bəyənərək izlədiniz. Hələlik sağ olun, sağlıqla qalın. Yeni vloglarda görüşmək üzərə. Allaha əmanət olun. Hələlik.